ən kasıb kəndli belə evində olan, yəni bir saxlanc kimi saxladığı əti Biz adətən rayonda belə fərqliliklər, belə daha diqqətcil bir xidmət, yanaşma görmürük. Həqiqətən də mənim çox xoşuma gəldi. Bunu necə yaratmısınız burada? İlk növbədə dəyər verdiyiniz üçün təşəkkür edirəm. Əslində İsmayıllı cəmaatı kifayət qədər qonaqpərvər insanlardır. Hətta mən bəzən kənd cəmaatıyla danışarkən, yəni kənddən götürdüyümüz işçi heyəti ilə danışarkən, ilk təlim üçün götürdüyümüz işçi heyətinə danışarkən bildirirəm ki, burada çətin bir şey yoxdur. Əslində, bu günə qədər gördüyünüz işdir. Necə ki, bu günə qədər sizin evinizə qonaq gələndə siz çalışırsınız ki, hətta ən kasıb kəndli belə evində olan, yəni bir saxlanc kimi saxladığı əti qonağın qarşısına qoyur. Halbuki, misal üçün, ola bilər ki, özü hal-hazırda, misal üçün, bir həftədən bir ət yeyir və yaxud da ki, çox da varlı deyil, imkanlı deyil. Amma kəndlinin evinə qonaq gedəndə gizlətdiyi, saxlanc etdiyi ərzaqı onun qarşısına çıxardır və yaxud da bizlərdə məsələn, kənd yerlərində belə yük deyirlər, misal üçün, döşəkləri üst-üstə yığırlar. Ən gözəl döşəyi çıxardıb qonağa verirlər və ümumiyyətlə evində ən yaxşı nə varsa, misal üçün, deyək ki, servantda, mebeldə saxladığı, illərlə saxladığı hər hansı bir qab-qaşıq varsa, onu qarşısına çıxardırlar və təbii ki, gülər üzlə və evin ən yaxşı yerində və masanın ən yaxşı yerində otuzdururlar. Və mən bu formada yanaşaraq bildirmişəm ki, yəni bizim əməkdaşlarımıza, sizin zaten bu genetikanızda var bu. Zaten bu qonaqpərvərlik artıq sizin damarlarınızda var. İndi sadəcə olaraq həmən qonaqpərvərliyinizi işə çevirin. Və məhz belə transformasiya sayəsində mütləq şəkildə yaxşı bir iş çıxır ortalığa və insanlar da artıq bura gələn qonaqlar da o qonaqpərvərlikdən zövq alırlar.